Salam, lisey kitabından fonetika bölməsindən bir neçə suala baxaq. Birinci sual deyir ki, hansı sözün tərkibində yalnız incə saitlər işlənmişdir? İncə saitlər hansıları idi? E, ə, i, ö və ü idi. A variantında qovurma sözü qalındı, incə deyil. B variantında subakçı sözü qalındı, incə deyil. C-də qalın da var, incə də var. Bizə lazım deyil. D-də isə qalın və incə var. Bizə lazım deyil. Bizə yalnız incə dediyinə görə Y variantıdır ki, yalnız incə saitlərin ahəngi gözlənilmişdir. İkinci sualda yalnız qalın saitlərdən ibarət sözlərin cərgəsini müəyyən edin deyir. Yalnız qalın olanlar A, I, O, U idi. Baxaq, A variantını sambo, ekran. Elə ekran sözü pozuldu. Ona görə A variantı olmur. B-yə baxırıq. Mahir, i var. Qalın, yox, incə də var. O da lazım deyil. C-yə baxırıq. Dalğa, toqqa, duyğu sözləridir. Qalın saitlər, yalnız qalın saitlər olan elə C variantıdır. D-də qoruqcu, tanış, xizək sözüdür ki, burada xizək sözü ahəngi pozur. Ona görə D-ni də çıxırıq. Armud, insan sözündə i, incə, ona görə də Y variantı səhvdir. Doğru variant C variantı olmuş olur. Üçüncü suala baxırıq. Uyğunsuzluğu müəyyən edin deyir. Yəni uyğunsuzluq dediyinə görə saitlərə lazım olmayan, düzgün olmayan variantı seçəcəyik. Samitlərdə də həmçinin. Saitlər hissəsinə baxırıq ki, birdə deyir heca yaradır, uzun tələffüz olunur. Bəli, bu doğrudur. Amma uyğunsuzluq dediyinə görə biz səhvi tapmalıyıq. Səhvi daha doğrusu götürməliyik. 2-də deyir vurğu qəbul etmir. Əksinə vurğu qəbul edən dilə saitlərdir. Bunu biz yanlış olaraq da götürəcəyik. Üçüncü səs tellərinin iştirakına görə 3 qrupa bölünür. Bu səhvdir. Ümumiyyətlə bu səhvi də üçünü də götürürük. 4-də baxırıq. Samitlərə aid olan yanlışları götürməliyik. 4-də ağız boşluğunda müxtəlif maniyalara rast gəlinir. Bəli, doğrudur, amma bizə doğru yox, yanlış lazımdır. 5-də təmiz musiqili səslərdir. Əksinə maniyəli küylü səslərdir. Bu yanlışdır. Yanlışı götürürük. 6-ya baxırıq. Kar və cingiltili olmaqla 2 qrupa bölünür. Bəli, bu doğrudur. Bizə isə yanlış lazımdır. Doğru variant 2, 3, 5. Bu da A variantına uyğun gəlmiş olur. 4-cü suala baxırıq. 4-cü sualda deyir ki, hansı bətdəki sözün ilk samitinin onun kar qarşılığı ilə əvəz etsək yeni söz yaranmaz. A variantında zəfər sözünü səfər deyə bilirik. B variantında dələ sözünü tələ deyə bilərik. C-yə baxırıq. Jurnal sözünü şurnal demək olmur. Öyle doğru variantımız C-dir. D-də zaman sözünü saman deyə bilirik. Y-də zər sözünü sər deyə bilirik. Doğru. Variantımız C oldu. 5-ci suala baxırıq. Daha doğrusu 6-cı suala baxırıq. Hansı sualda deməli hansı cərgədə kar samitlər cingiltili qarşılığı düzgün göstərilməyib deyir. A variantında j, ş, ç, ç düzdür. B variantında x, y, h, ğ demişdi. X-nın bilirik ki, heç ümumiyyətlə cingiltili qarşılığı yoxdur. Ğ da x-la uyğundur. Doğru variant B variantıdır. C-də t, d, k, k səhvdir. D-də v, f, z, s düz verilib, amma Y variantına R, X, P, P bu da düzgün verilib. Düzgün göstərilməyən isə B variantı olmuş oldu. Növbəti sual, hansı sözdə cingiltili samit işlənməmişdir? Cingiltili samit işlənməmişdir. Baxın, usta sözündə belə götürəndə cingiltili samit işlənməmişdir deyə götürmək olar. Amma bu tipli suallarda tələffüsə baxmaq lazımdır. Asta sözündə elə asda olur. Burada cingiltili var. Ona görə A lazım deyil. B-yə baxırıq. Şəfək sözü. Şəfək sözünün tələffüzü şəfək olur. Elə doğru variant da B variantı olur. Hansı ki, bütün hərf samitləri cingiltili samit yox, kar samitdir. C-də şaftalı sözündə L var. Ümumiyyətlə doğru deyil. D-də sıravi sözündə R və V cingiltilir doğru deyil. Y-də isə saman sözüdür ki, M və N cingiltilidir. Bu da doğru deyil. Doğru variant B variantı. Növbəti 7-ci suala baxırıq. 7-ci sualda deyir ki, 7-ci sualda hansı sözün tələffüzündə ğışdırıq, yəni i səsini verir. A variantında səhəng sözüdür, k səsini verir. Bu A variantı səhvdir. B-yə baxırıq, kardon sözü.
K hərfini verir. C-də baxırıq bəzəkli sözü bəzəxli həqiqətəndəki xıştırıq səsini, i səsini verir. Doğru ilə doğru C variantımızdır. D-də müdrik sözü dəyişmir, səhvdir. Y-də kəsərli sözünə K hərfini verir. Doğru variant C variantı. 8-ci suala baxırıq. Uzun saitli sözləri göstərin deyir. 1-də amil sözüdür. Doğrudur. 2-də mütləq sözü uzanma yoxdur. 3-də daim sözüdür. Doğrudur. 4-də ideal sözü uzanma baş vermir. Kitab sözü 5-də uzanma olmur. Aşpaz sözündə uzanma olmur. 7-də səyahət A uzanır. 7 doğrudur. Həyat sözündə uzanma yoxdur. 1, 3, 7 bu da Y variantına uyğun gəlmiş olur. 9-cu sualda hansı sözdə i saiti uzun tələffüz olunur deyir. Balina sözündə i uzanmır. Miskil sözündə i uzanmır. Həzin sözündə i uzanmır. Müxbir sözündə uzanma yoxdur. Müsibət sözündə y uzanır. Doğru variant Y variantı. 10-cu suala baxırıq. Hansı sözdə kar, samit, cingiltili tələffüz olunur? Deməli, A variantına qüvvət sözü hər ikisi cingiltilidir və bu qarşılığa çevrilmir. B-də çalışqan sözü çevrilmir. C-də elmli sözündə dəyişiklik samit variant olaraq dəyişmir. D-də sənətkar sözü qeyd etmişəm, kar, keş və pas şəkilçiləri heç bir halda dəyişikliyə uğramır. Y variantında isə həqiqətən də 2-2 qoşalığı olanlar 2-2 kimi tələffüz olunur. Elə doğru variant da Y variantıdır. 11-ci suala baxırıq. Verilmiş yer parçasında demək, saitlərin hansı növü iştirak etmir deyir. Baxırıq, qışda dağlar ağ geyinər, yaz qara. Qışda sözü elə qalın saitdir, elə anı çıxmış oluruq. Ağ geyinər, geyinər sözü incə saitdir, deməli B-ni də çıxırıq. Yaz qara, sağ dəstinlə ağ kağıza yaz qara. Dəstinlə sözündə qapalı sait var, C-ni də çıxmış oluruq. Deməli, sonra ağ kağıza yaz qara. Burada açıq saitlər var. D-ni də çıxdıq. Əsər yellər qəhr eləyər yaz qara. Daşar çaylar gələr daşlar çata çat. Baxırıq ki, dodaqlanan saitlər yoxdur. Dodaqlanan saitlər hansılar idi? O, Ö, U və Ü-dür. Şeirin heç bir misrasında O, Ö və U, Ü olan dodaqlanmayan saitlərə rast gəlinmir. Doğru variant Y variantıdır. 12-ci suala baxırıq. Doğru və yanlış fikirləri müəyyən edib sistematik cədvəl quracağıq. Baxırıq, sözdə neçə sait səs varsa o qədər də heca var. Xeyr, bu şərt doğru deyil. Niyə? Çünki sözdə neçə sait hərf varsa o qədər də heca olmalıdır. Bir səhvdir. Biri səhvə uyğunlaşdırmalıyıq. 2-də vurğu samitlərin üzərində göstərilir. Əksinə vurğu saitlərin üzərində göstərilir. Deməli, ikinci olan şərt də yanlışdır. 3-də deyir, ərəb, fars dillərindən götürülmüş alınma sözlərdə sait səslərinin uzanmasına rast gəlinir. Bəli, malikanə nümunə olaraq söz deyə bilərik ki, uzanma var. Bu doğrudur. Saitlər yaranma yerinə görə 3 qrupa bölünür. Bəli, dilin üfüqi vəziyyətinə görə, şaquli vəziyyətinə və dodaqların vəziyyətinə görə həqiqətən də 3 qrupa bölünmüş olur. Bu da doğrudur. Deməli, bu A variantı səhvdir, B variantı səhvdir, C səhvdir və doğru variant D-dir, Y səhvdir.